Biz Cambridge Arts 10 kitabının birinci testi Reading Passage 3'e devam edirik. Reading Passage 3. Reading Passage'imizi okuduq. İndi isə suallarına baxaq. The example of the $1 million quoted underlines the writer's point about. $1 million kvartet nümunəsi yazıcının hansı nəyi nəzərdə tuturdu yazısı bunu deməklə. Recognizing talent, istedadın tanınması, working as a team, qrup şəklində iş, having a shared objective, paylaşılmış obyektiv, being an effective leader, effektiv lider olmaq. Biz bu sualın cavabını tapmaq üçün qalxırıq yuxarı. Bizim burada açar sözümüz olacaq $1 million quartet. Əslində IELTS readinglər işləmək çox asandır. Çünki cümlənin içərisində açar söz var. Siz sadəcə olaraq sinonimləri bilərsinizsə, bu zaman onun qarşılığını tapıb cümləni olduğu kimi tapa bilərsiniz. $1 million quartet. Baxın, tapdım mən burada. Could have been acquainted. Deməli, sualımız necə idi? Yazıcı bunu deməklə $1 million kvartetlə nəyi nəzərdə tuturdu? Bu cümləni oxuyaq. Deməli. In 1956, picture of singers Elvis Presley, Carl Perkinson, baxın bu hissəni oxuyuram. Johnny Cash, Johnny Lee Hughes jamming at a piano in Sun Studies in Memphis tells a hidden story. Was $1 million quoted could have been a quintet. Deməli, bu insanlar $1 million kvartet qrupunu yaradıblar. Baxın, burada bir neçə insandan söhbət gedirsə, deməli, bizim having a shared objective, paylaşılmış bir obyektin olduğunu qeyd edir. Yəni, bu insanlar bir yerə yığılır və onların konkret bir məqsədi olur. Bu sualımızın cavabı bu hissədədir. Cavaba baxırıq. Having a shared objective. Recognizing talent, istedadın tanınması xeyir. Çünki onsuz da bu insanlar istedadlıydilər. Working as a team, qrup şəklində işləmək. Having a shared objective, yəni hər paylaşılacaq bir obyektlərin olması, nələrisə olması, being an effective. Burada liderdən söhbət getmir. 28'e baxır. James Watson suggests that he and Francis Crick won the race to discover the DNA code because they... James Watson təklif etdi ki, Francis Crick'la yarışı qalib gələn zaman Francis Crick və James Watson DNA kodunu da kəşfi üçün bir yarışa girmişlər və onlar təklif etdilər ki, nəyi təklif etdilər? Qalxırıq yuxarı. Bu adlar bizim burada ipucumuzdur. Francis Crick'dir, James Watson'dur, DNA koddur. Mətnə baxırıq. Əlbəttə ki, mətn çox böyükdür. Bunun hamısını yadımızda saxlaya bilmərik. Yenə də biz açar sözlərdən istifadə edirik və DNA kod məsələsi harada idi? Mən tapdım. Baxın, bu baxın. James Watson, together with Francis Crick, discovered the structure of DNA, the genetic formation, career of all living organisms. Tak. Baxın, burada deyir. He said he and Crick had succeeded because they were aware. Baxın, bizim tapacağımız söz bu aware'dir. Deyir ki, Crick, o və Crick deyirdi ki, onlar niyə uğurlu oldular? Çünki onlar bilirdilər ki, they weren't the most intelligent of the scientists pursuing the answer. Cavabı tapa biləcək idealda ən ağıllı insan deyildilər. Yəni, məşhurlardan birinin söz var idi, unuttum. Aristoteles səfərləməsi deyirdi ki, mən bilirəm ki, heç nə bilmirəm. Yəni, insan oxuduqca daha az bir şey bildiyini görür və burada da onu demək istəyir. Aware bilmək deməkdir. Baxın, conscious da bilmək deməkdir. Burada yenə də qeyd edirəm, sinonimləri bilərsinizsə, bu cümlədə cavabınızın conscious olduğunu bilərsiniz. Tərcüməsi belə gedir. O, özlərinin limitlərini bilirdi. Yəni, nə qədər irəli gedə biləcəkləri haqqında məlumatlı idilər. Keçirik üçün suala. The writer mentions competitions on breakfast cereal packets as an example of how to. Yazıcı
səhər yeməyi sıyıqları paketinin yarışda necə qalib gəldiyini mentions xatırladır. Baxın bu cümləyə baxırıq. Hardadır breakfast cereal? Baxın bu hissədədir. The reason why all those competition on breakfast cereal packets encourage us to write in saying in no more than 10 words. The very act of writing makes us more likely to believe it. Deməli, bizim bir səhər yeməyi sıyığı paketi hazırlayırlar və onu necə daha çox satışa çıxarda bilərlər deyə düşündükləri zaman sadəcə olaraq 10 sözdən çox olmayan bir şey yazırlar və bu insanların daha da yaxşı yadlarında qalmaq üçün olur. Altern reklamlar daha çox bir şəkillənməyi, bir sözlənməyi insanlara dəfələrlə göstərdiyi zaman onların beyninə elə bir ki yazılır ki, belə bir şey var. The very act of writing makes us more likely to believe it. Baxın, yazı bizi daha da ruhlandırdı ki, ona inanaq. Suallara baxaq. The writer mentions competition on breakfast cereal packets as an example of how to strengthen commitment to an idea. İdeaya necə güc verə bilərlər? Yazılarla güc vermişlər. D bəndi. Inspire creative thinking. Xeyr, kreativ düşüncə deyil. Düşüncəni ruhlandırmırdılar. Artıq onları yazdı vermişlər. Generate conscious writing. Xeyr. Promote loyalty to a group. Qrupa olan sədaqəti yüksəltmək. Değil, cevabımız bəndi. Notsa baxaq. In the last paragraph, the writer suggests that it is important for employees to... Son paragrafımızda gördüğümüz kimi son paragraf buradır. Yazıcı işçilərin nəyi vacib olduğunu deyir. Be aware of their company's goal. Şirkətin məqsədini bilməlidir. Baxın, burada cümlələri oxusaq. Leaders should encourage everyone to contribute and simultaneously assure all concerned, altından da xət çəkirəm, bilirsiniz. All concerned that every recommendation is important to making the right decisions and will be given full attention. Liderlər hamını ruhlandırmalıdır ki, onlar daha da güvənli olsunlar və inansınlar ki, düzgün qərar, onların tam diqqəti, yəni işçilərə tam diqqət var. Feel that their contributions are valued. Onlar düşünməlidir ki, onların etdikləri dəyərləndirilir. Cavabımız bir bəndi. Have respect for their co-workers and achievements. Deməli, işçilərin nailiyyətlərinə hörmət. Understand why certain management decisions are made. Niyə bu dəqiq managementlər qərarlar qəbul edib? Heç biri deyil. Keçək digər sualımıza. Cümlələri tanımlamaq. Employees whose values match those of their employers are more likely to. Deməli, işçilər daha çox dəyərləndirilir nə zaman? Öz işlərində qalan zaman. Onlara öz işlərində qalmaq daha çox. Bu işə götürən üçün maraqlıdır da. İşçi üçün, işə götürən üçün işçinin öz işində qalması daha xoşa gələndir. Buraya yazırıq ki, bəndi. Baxın. At times of change, people tend to. Dəyişiklik vaxtında insanlar avoid risks, risklərdə nə edirlər? İmtina edirlər. Yəni, artıq bir mühitə öyrənirlər. Dəyişiklik edən zaman yenidən risk etmək istəmirlər. If people are aware of what they might lose, they will often, əgər insanlar bilsələr ki, nə itirə bilərlər, bu zaman nə edirlər? Take chance, şans əldə edirlər. People working under a dominant boss are liable to, dominant boss müdür olan zaman insanlar öz duty borçlarından imtina edirlər. Yəni, dominantlıq olan zaman hər yerdə sərbəst olmalıdır. Dominantlıq olan zaman istər-istəməz insanlar da oradan qaçmağa çalışırlar, öz borçlarını yerinə yetirməkdən imtina edirlər. Employees working in organizations with few rules are more likely to. Deməli, şirkətdə işləyən işçilər
çox az qayda-qanunla işləyən işçilər, yəni sərbəst olan işçilər shares their ideas, öz ideyalarını rahatlıqla bölüşə bilirlər. Yes, no, not given. The physical surroundings in which a person works play a key role in determining their creativity. Fiziki ətraf mühit, yəni fiziki surroundings, ətrafı olan insanlar öz kreativliyini daha çox müəyyənləşdirə bilir. Daha asanlıqla müəyyənləşdirə bilir. Bu səhvdir. Fiziki surroundings yox. Buraya no yazacaq. No. Most people have the potential to be creative. Daha çox insanların potensialı var. Bəli, bu düzdür. Çünki daha çox insanın potensialı var, sadəcə onu üzə çıxartmaq lazımdır. Teams work best when their members are of equally matched intelligence. Komandalar daha çox bərabər şəkildə bir-birləri ilə yox, öz işçiləri, membersləri eyni ağılda, eyni intelligentdə olan zaman daha yaxşı yarışırlar. Belə bir şeydən söhbət getmirdi. Not given. It is easier for smaller companies to be innovative. Çox kiçik şirkətlər üçün innovativ olmaq asandır. Bu barədə söhbət getmədi. Bilmədik, bəlkə böyük şirkət onda innovativ olmur. A manager's approval of an idea is more persuasive than that of a colleague. Menecerin ideyanı bəyənməsi işçilərdən daha vacibdir. Xeyr, niyə? İşçilərin də rəyi əsas götürülə bilər. Bu qədər. Gələn dərslərdə görüşərik. Kanalımıza abunə olub like etməyi unutmayın. Hələlik.